Salam hörmətli YouTube və TikTok izləyiciləri, sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində Ramada Plazanın arxası demək mümkündür. Bax, belə bir ərazidə pafakt 10 sotdur. Mənə deyilənə görə ancaq sənətdə 6 sotdur. Bax, qarşıda gördüyünüz belə bir həyət evi satılır. Qiyməti 100.000 manatdır. Qiymətində mən bildiyimə görə mütləq razılaşma olmalıdır. Hal-hazırda deməli mən darvazadan daxil oldum. Bax, bura həmin navesdir. Bu belə bir navesin uzunluğu 24 metrdir. Eni hardasa 5 metr, hardasa 4 metrdir. Yəni bu cürdür. Bax, qarşıda deməli bir zal görürsünüz. Bu zalın uzunluğu 15, eni 4 metrdir. Eyni zamanda 2 ədəd otaq var. Həmin otaqların deməli ölçüləri isə deməli hardasa yox 6-nın 4-dədir. Bax, belə bir həyət evinin qiyməti 100.000 manatdır. Qiymətində mən bildiyimə görə razılaşma olmalıdır. İnsə otaqlara daxil oluram. Sənədi çıxarışdır. Yəni asan xidmətdə alqı-satqı edən sənəddir. Hal-hazırda bax, həmin dediyim zalı görürsünüz. Bu zalın uzunluğu 15, eni 5 metr. Arxada olan otaqların ölçüsü isə deməli 6-nın 4-dədir. Bax, bu cürdür. Necə görürsünüz? Videosu bu cürdə çəkilir. Dediyim kimi pafakt 10 sotdur. Ancaq sənətdə 6 sotdur. Mənə 10 sotu, yəni daşınmaz əmlakın sahibi deyib, onun sözünü sizə çatdırıram. Bax, belə bir həyət evinin qiyməti yenidən təkrar edirəm. Deməli 100.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Onu da deyim ki, deməli keçmiş Strytelin Texnikum eyni zamanda hal-hazırda Humanitar Kollecin yanına çox yaxın bir ərazidir. Burası mətbəğidir. Bax, təmirini eyni zamanda nə var hamısını görmək mümkündür. Qarşıda isə deməli böyük bir navesi var. Bax, bu navesin 12 metr enidir, 24 metr uzunluğudur. Yenidən navesin alt hissəsini göstərirəm. İnsanmama daxil oluram. Sistemi 2 minutkadır. Bax, bura razzivalkadır. Bura isə hamamıdır. Çox yaxınlıqdan hal-hazırda, yəni belə deyim də, bu şəhərin girəcəyidir. Başqa regionlar üçün dedim. Ramada Plazanın arxası demək mümkündür. Yəni o əraziyə yaxındır. Eyni zamanda bax, bu əraziyə şax sevənlər də deyirlər. Yəni şaxsüyən. Bax, bura yenidən belə bir otaq var. Bu otağın ölçüsü hardasa 4-ün 5-ədir. Bax, bu cürdür. Yenidən navesin alt hissəsini göstərirəm. Qarşıda isə gördüyünüz kimi nəsə bax, belə bir otaqlar var. Böyük bir belə bir otaqdır. Yenidən həmin otağı təxminən sizə göstərdim. İndi isə bağçasına çıxıram, keçirəm. Yenidən mən sizə navesin alt hissəsini göstərirəm. Bax, belə bir həyət evinin qiyməti 100.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. İndi isə deməli bağçasına keçdim. Bax, bağçasında gördüyünüz kimi deməli 3 tərəfdən setkası var. Təxminən 20-dən çox ağac növü var. Bax, bura həm bağçadır. Qarşıda deməli krişan görmək mümkündür. Bax, ora qədər olan ərazidir. Mən elə gəlir ki, bax, buradan sakit. Hə, deməli bax, baseynisi də olmalıdır. Qarşıda mən sizə göstərirəm. Bu həyət evinə aiddir. Bax, qarşıda belə bir baseynisi var. Yenidən mən sizə deməli bağça tərəfdən evin xarici görünüşünü göstərirəm. Bax, belə bir həyət evinin qiyməti 100.000 manatdır. Ay. Tik.